Hal-hazırsa mətbuat konfransımıza başlaya bilərik. Bugün bizim mətbuat konfransında baş məşqçimiz Valdas Dambraskas və futbolçumuz Vilko Simic iştirak edəcək. Əvvəlcə baş məşqçimiz və futbolçumuz Vilko Simic oyunla bağlı, sabahki oyunla bağlı fikirlərini bildirəcək. Daha sonra isə suallarınızı ünvanlaya bilərsiniz. Herkesin akşamı xeyir olsun. Sizin hamınızı burada görməkdən məmnunam və bu stadionda sizi görməkdən məmnunam və bizim eyni zamanda rəqibimizə xoş gəlmisiniz deyirəm Azərbaycanda. Sabah təbii ki ikinci oyundur, play-off'un ikinci oyunudur və biz keçən həftəki hadisəmizin Buxarestdəki oyunun davamıdır və mən inanıram ki biz öz səhvlərimizdən nəticə çıxartmışıq. O səhvlər ki biz keçən həftə biz onları etmişdik. Mənim bütün futbolçularım sağlamdılar, hazırdılar və biz ümid edirik ki sabahki oyun çox həyəcanlı olacaq. Təbii ki 1-0 məğlub durumdayıq. Yəni 1-0 fərq var, 2-1 məğlub. Amma təbii ki biz azarkeşlərimizə onu demək istəyirik ki biz sabahki oyuna tam hazırlıq və nəticəni dəyişmək istəyirik və mən tam əminəm ki komandam bunun öhdəsindən gələcək və sabahki oyuna bu nöqteyi nəzərdən hazırıq. Herkesin akşamı xeyir olsun. Mən də öz tərəfimdən salamlayıram. Biz təbii ki sabahki oyuna çox həyəcanla gözləyirik. Böyük komandaya qarşı oynayırıq və inanıram ki biz də böyük komandayıq və sabah böyük oyun olacaq və azarkeşlərə gözəl oyun bəxş etmək istəyirik və fikirləşirəm ki sabah gözəl bir çempionatlıq oyunu olacaq. Buyurun Müzəffər. Sualım birinci Vilko Simic olacaq. Uğurlar arzu edirəm. Sabahki oyunda uğurlar arzu edirəm. Azarkeşlərə çağırışı varmı ümumiyyətlə? Yəni komandanın əsas futbolçularından birinin Tofiq Bəhrəmovun Respublika stadionuna azarkeşləri çağırması ilə bağlı bir sözü varmı? Təbii ki bizim azarkeşlərimiz, onu demək istəyirəm ki ilk olaraq biz bu stadionu sevirik. Bizim üçün bu stadion çox əhəmiyyət kəsb edir. Biz ümid edirik ki sabah çox gözəl atmosfer olacaq və biz ümid edirik ki bu vaxta kimi onlara yaşatdığımız həyəcanı yaşadacağıq sabahda və biz bu vaxta kimi yaxşı qollar vurmuşuq. Ümid edirik ki sabah da qalib gəlib onları sevindirəcəyik. Adətən sabah ev oyunlarını, yəni bəli. Sabah ev oyunlarını, yəni Bank Respublika Arenada keçirib. Bu dəfə yenilik olacaq, yəni. Bu meydança nəzərə alaq ki, burada yalnız səfər oyunu oynayıb, yəni Qarabağla. Bu meydançada oynamaq komandanın oyun ritmini dəyişməz ki. Dambraskas da cavab verə bilər bu suala. Please change to second color. Təkrar edilərsə. So is it recorded? Sabah yalnız səfər oyunu oynayıbdı Tofiq Bəhrəmovun Respublika stadionunda Qarabağa qarşı. Yəni bu dəfə bundan sonra yəqin liqa mərhələsində də məhz ev oyunlarını keçirəcək. Bu meydança komandanın oyun ritmini dəyişməz ki hazırdakı stadiona nisbətdə. Sual hər ki futbolçu. Mən bilirsiniz ki Bakı Respublika təbii ki böyük bir azarkeş kütləsi üçün yetərli deyildi. Ona görə biz burada ümid edirik ki böyük bir izdihamı qarşılayaq və mən belə fikirləşirəm ki oyuncular peşəkardılar və buradakı oyunu istəyir ev oyunu olsun, istəyir belə deyək ki qonaq komanda kimi olsun bizim üçün fərq etmək. Biz burada 3 dəfə oynamışıq və biz burada heç işə də qalmışıq. Biz burada qalib də gəlmişik. Qarabağa qarşı ki ən yaxşı komandaya qarşı biz burada qələbə çalmışıq və mən fikirləşirəm ki bu bizim üçün tanış stadiondur və azarkeşlər çox mükəmməl bir atmosfer yaşadacaqlar ki biz sabahki oyundan sonra bunu heç vaxt unutmayacağıq. Ona görə bizə təsir göstərməyəcək. Sabahki oyunda mən də uğurlar arzulayıram. İnanıram ki Çempionlar Liqa mərhələsində vəsiqə qazanacaq. İlk sualım Simic olacaq. Seçmə mərhələnin bombardiridir, ən çox qol vurub. Bu hal ona sabahki oyunda motivasiya verəcək yoxsa əlavə bir baskı yaradacaq onda?
Xeyr, heç bir təzyiq olmayacaq. Mən fikirləşirəm ki, bu mənim üçün motivasiya olacaq və mən bunu daha da mənim fokusum budur ki, mən daha yaxşı oynayım. Mən qol sayını artırmaq istəmirəm. Yəni bu mənim üçün əhəmiyyətli deyil. Əhəmiyyətli olan odur ki, mən komandaya töhfə verim, yaxşı oyun göstərim və qalib gəlməyə töhfə verim. Uğurlar arzulayıram sabahki oyunda. Sualım belədir. Bu nəticə Sabah komandası üçün tarixi nəticədir. Ən azından Avropa Liqasının liqa mərhələsi təmin olunubdur. Ümumiyyətlə, bu uğur Sabahla bərabər Dambraskasında ən uğurlu nəticəsi sayıla bilərmi, yoxsa yox? Mən bunun haqqında fikirləşmirəm, açığı deyim. Bu, yəni mənim üçün növbəti bir oyundur. Keçmişdə təbii ki, mən də Avropa Liqasına, Çempionlar Liqasına, play-off mərhələsinə mərhələ qazanmışıq, vəsiqə qazanmışıq. Təbii ki, bu bir müddət əvvəl olub və mən təcrübəmdən, biliklərimdən istifadə edərək ümid edirəm ki, növbəti mərhələyə komandanı daşıya biləcəyik. Komanda mümkün dərəcədə əlindən gələni edəcək. Sabah bizim üçün növbəti bir oyundur və mən inanıram ki, biz mükəmməl bir vəziyyətdəyik. Çempionlar Liqası birinci və ikinci mərhələdən başlayan komandalar təbii ki, buna digərlərini texniki komandaların və oyunçuların rolu olmadan bura mərhələ bilməz. İndi biz 1-0 qol fərqi ilə ikinci oyuna gəlirik və hər kəs bu oyuna töhfə verməli. Sabahdır, Hepol Beşevadır, Dinamo Zagrebdir, Zvezda. Hər kəs 1-0 fərqi evdə avantaj olaraq bunu istifadə etməlidir. Biz də istisna deyirik. Biz də bunu avantaj olaraq istifadə etmək istəyirik və təbii ki, sabahki oyun komandanın çox gözəl, keyfiyyətli oyunçuları var. Biz hamısını analiz etmişik, təhlil etmişik və yenə deyirəm ki, mənim əsas mərkəzindəki məsələ sabahki oyunun böyüklüyüdür. Bizim üçün böyük komandadır, komanda üçün böyük komandadır və biz fikirləşirik ki, qalibə qazanarıq. Ancaq bunu fikirləşirik. Xaz Murad Əsanov, sabahki oyunda uğurlar arzulayıram. İnşallah qələbə sizin olar. İlk oyundakı 2-1 hesablı məğlubiyyətdən sonra komandanızın oyununda ən əsas dəyişikliyi nədə görəcəyik? Mən bunu təbii ki, bu əsas dəyişikliklər və ilk 11 ilə bağlı danışmaq istəmirəm, amma əsas məsələ budur ki, ilk oyunda bizdə müxtəlif rəqibin mövqeləri yaşandı, yəni baş verdi. Biz daha aqressiv oyun oynamalıyıq və biz daha niyyətli, daha həvəsli oynamalıyıq və biz topla və topsuz vəziyyətlərdə əlimizdən gələni etməliyik. Birinci oyunda biraz ola bilsin ki, imkanlardan istifadə etmədik. Təbii ki, Qarabağın da oynandı belə məqamlar çıxa bilir və təbii ki, mən Hapoelin də oyunu yüksək qiymətləndirməliyəm. Yaxşı imkanlar oldu, bizim də yaxşı imkanlarımız oldu. Bəlkə də biraz bəxt də burada bəxt amili də rol oynadı. Amma bu oyun idi. Onlar 2 qol, xüsusilə birinci oyunu mən qeyd etməliyəm ki, onların çox bəxti gətirdi. Çox mükəmməl bir deyək ki, şans yarandı onlar üçün. Və birinci hissədə mən belə fikirləşirəm ki, oponent rəqibimizin müəyyən şansları yoxdur. İkinci hissədə onlar daha çox çalışdılar ki, üstünlüyü ələ alsın. Biz də çalışdıq ki, boşluğumuzu dolduraq və oyuna nəzarət edək. Yenə deyirəm ki, sabah ümid edirik ki, səhvlərimizi təkrar etməyəcəyik. Biz səhvlərimizdən nəticə çıxartdıq. Orxan Məlikzadə, Sport TV, sabahki oyunda uğurlar arzulayırıq. Oyunun əlavə vaxtda getməsini nəzərə alaraq hazırlaşıbsınızmı penaltilər seriyasına? Rəqib də hazırlaşırdı çünki bunu nəzərə alsın. Of course. Əlbəttə, biz buna hazır olmalıyıq. Biz bilmirik ki, nə baş verəcək. Ola bilsin ki, əlavə vaxt oynayacaq, ola bilsin ki, penaltı vuruşları olacaq. Ona görə futbolda hər şey mümkündür. Mən ümid edirəm və inanıram ki, biz bunu 90 dəqiqə içində həll edəcəyik.
sual olan yoxsa mətbuat konfransını yekunlaşdırırıq. İştirak etdiyiniz üçün təşəkkürlər. Thank you very much. Çox sağ olun, çox.